İran-İsrail müharibəsinin fonunda hakimiyyət yönümlü jurnalistlər və bəzi deputatlar fürsətdən istifadə edib belə bir fikir səsləndiriblər ki, bəs gördünüzmü niyə Azərbaycan quru sərhədlərini neçə ildir ki, qapalı saxlayırdı? Yəni dolayısıyla yolla Azərbaycanın quru sərhədlərinin bağlı olmasına haqq qazandırırlar. Halbuki bu argument çox məntiqsiz və gülüncdür. İlk növbədə quru sərhədin açıq olması o demək deyil ki, sərhəd xidməti həmin o sərhəd bölgəsini nəzarətsiz saxlayacaq. Yəni zaten quru sərhəd istəyir bağlı olsun, istəyir açıq olsun. Həmin o sərhəd yəni bölgəyə nəzarət edən Azərbaycanın müvafiq dövlət qurumu var. Yəni quru sərhəd açıq olduğu bəyəm o deməkdir ki, kim istəyir sərhədi keçə bilər. Yəni bu nə məntiqsiz bir çıxışdır, bu nə düşüncəsiz bir çıxışdır. İkincisi, Azərbaycandan başqa heç bir ölkənin quru sərhədi bağlı deyil. Yəni əgər belə bir təhlükə varsa, onda digər ölkələr də eyni məntiqlə quru sərhədlərini bağlamalıdırlar. Amma biz bunu görmürük. Üçüncü məsələ, istəyir quru sərhəd açıq olsun, istəyir quru sərhəd bağlı olsun. Əgər həmin o qonşu ölkələrdən böyük bir məcburi köçkün axını olacaqsa, bunun qarşısını heç kim ala bilməz. Yəni bu dəqiqə Avropa, Amerika, istər Türkiyə, bu Suriya məsələlərində, İraqda müharibə ərəfələrində nə qədər ərəb qaçqınlar Avropaya, Almaniyaya, nə bilim Türkiyəyə, digər ölkələrə axışdı. Bəyəm həmən ölkənin sərhədləri nəzarətsiz idimi? Xeyr. Yəni indi təsəvvür edin, İranla İsrail müharibə eləyir və bizim 40 milyona yaxın soydaşımız, çox yox 40 milyonun 1 milyonu, 40'da biri öz təhlükəsizliyini qorumaq məqsədi ilə Azərbaycan sərhədlərinə axın edərlərsə, istəyir quru sərhəd açıq olsun, istəyir quru sərhəd bağlı olsun, bunun qarşısını almaq mümkün deyil. Həmin o 1 milyon nəfər Azərbaycan sərhədini keçəcəklər və Azərbaycan ərazilərinə daxil olacaqlar. Biz neyə bilərik buna qarşı? Dünyanın bacarmadığını biz bacara bilərik. Dünya bunun qarşısını ala bilmir. Yəni bu axın, bu kök bütün dünyada baş verən bir prosesdir. Biz neyə 1 milyon öz soydaşımıza silah ateş açasıyıq, onları öldürəsiyik. Məcbur olasıyıq ki, onları qəbul eləyək. Onlara yer verək, onlara müəyyən məsələdə kömək eləyək. Həm Azərbaycan dövləti olaraq, həm də beynəlxalq qurumlar, humanitar təşkilatların sayəsində bu müharibə ərəfəsində onları öz ölkəmizdə uğrayaq, qarşılayaq. Yəni bu qaçılmaz bir şeydir. Yəni bunun quru sərhədin açıq olub olmamağının heç bir adiyyəti yoxdur. 1 milyon, yarım milyon insan kütləsinin qarşısını almaq mümkün deyil. İstər quru sərhəd açıq olsun, istər quru sərhəd bağlı olsun. Yəni bunun müharibənin quru sərhədin bağlı olub olmamağı ilə heç bir əlaqəsi yoxdur. Olmamalıdır. Olması da məntiqsizdir.